Bugün Taylandda evə daşıdım. Güya ki, alça və məşhur ağçiyələyi almağa getmişdim. Çünki hara getsəm egzotik meyvələrin dadı diqqətimi cəlb edir. Tapa biləcəyim yeri isə favorit premiumdur. Hər fəsildə tropik və nadir tapılan meyvələri buradan əldə edə bilərsiniz. Mümkün deyil ki, bu bölmədə nə isə sizi cəlb eləməsin. Mini şaftalı, rambutan, mavigilə, alça, gilas, əjdaha meyvəsi, marakuya hamısını alıb bol su ilə evə qayıdıb qəşəng yudum. Bu da mətbəxdəki bir terapiyandır. Bol su ilə meyvə yumaq. İlk baxışdan görüntü mənim üçün çox vacibdir. Ona görə də yemişi formalı kəsib xüsusi qaşıqlarla çıxartdığım qarpız toplarının içərisinə yığıram. Digər yemiş kasasına isə mini şaftalları yığıram. Bu şaftallar dəhşət şirin və ətirli idilər. Marakuya ən sevdiyim meyvələrdəndir. Harda olsam mango marakuya kokteyli mütləq içirəm. Salaka bu meyvəni ilk dəfə idi görürdüm. Dadını şabalda oxşatdım. Rambutan üzəri yumşaq tikanlı, içəri şirəli bal kimi bir meyvədir. Çerəmuya baxanda deyərsiniz ki, guavaya bənzəyir. Yəqin dadsızdı, amma çox dadlı idi. Əjdaha meyvəsini isə tanımayan, sevməyən yoxdur məncə. Yetişmiş xurmanı isə qara xurmadan çox sevirəm. Mango ən sevdiklərimdəndir. Ultra şirəli və dadlı idi. Bakıda ilk dəfə idi ki, belə mango çıxırdı bəxtimə. Ağ çiyələk dəhşət aromatlı idi. Fizalisi isə çox duşdu. Yalandan bəyəndim deyə bilmərəm. Bir də uşaqlıqdan sevdiyim çaqqala, yəni yetişməmiş yaşıl əri idi. Dəhşət sevirəm. Mən şəxsən meyvələr qabda bütöv qalanda ya səliqəsiz doğrananda heyfim gəlir. Bəs siz necə sevirsiniz meyvə təqdimatlarını? Ən çox evinizə aldığınız hansıdır?